Liviyada İtaliyanın müstəmləkə qüvvələrinə qarşı əfsanəvi müqaviməti ilə dünyanın mübarizə simvoluna çevrilən Səhra Aslanı ləqəbli Ömər Muxtarın edam edilməsindən 90 il ötür. 1860-cı illərdə Liviyanın dağlıq bölgəsi Cəbəl Əhdarda dünyaya gələn Ömər Muxtar təhsilini burada fəal olan Sənusi hərəkatının mədrəsəsində alıb. Təhsildə qazandığı uğurlarla hərəkatın qabaqcıl simalarının diqqətini çəkən Muxtar 1899-cu ildə Çaddakı Fransa koloniyasına qarşı silahlı mübarizəyə başlayıb. 1911-ci ilə qədər İtaliyanın müstəmləkə qüvvələri Tripoli və Benqaziyə hücum edərək Liviyanı işğal etməyə başlayıblar. İtalyan qüvvələri bölgədəki Osmanlı ordusunun təslim olmasını tələb etdilər. Amma Osmanlı qoşunları bunu rədd edərək Liviyanın yerli müdafiə qüvvələri ilə birlikdə geri çəkilib İtalyanlarla döyüşməyə başlayır. Balkan müharibəsinin başlanması ilə Osmanlı qoşunları Anadoluya qayıdır. Bundan istifadə edən İtalyanlar bir sıra bölgələri ələ keçirirlər. Quran, ərəb və İslam elmləri sayəsində müəllim olan, habelə coğrafiyanı yaxından bilən bir döyüşçü olan Muxtar tətbiq etdiyi strateji döyüş taktikaları sayəsində İtalyanları məğlub edir. Döyüşlərdə qazandığı uğurlara görə Səhra Aslanı adı alan Muxtar İtaliyaya qarşı 22 illik mübarizəsində qocalmasına baxmayaraq müstəmləkəçilərin bölgədəki bir çox komandanını öz vətənlərinə məğlubiyyətlə qaytarır. İtaliyada hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn faşistlərin lideri Benito Mussolini 1930-cu ildə general, 1931-ci ildə Mussolinin razılığı ilə yeni qanlı taktikaya əl atırlar. Cəbəl Əhdarda təxminən 100 min yerli sakin sahil xəttindəki düşərgələrə göndərilir. Misir sərhəddi bağlanır və Liviya üsyançılarına dəstək xətti kəsilir. Muxtarın başçılıq etdiyi Sənusi qoşunları mübarizəni davam etdirirlər. Muxtar 1931-ci il sentyabrın 11-də İtaliya hərbi hava qüvvələrinin hücumunun nəticəsində pusuya düşür və yaralanır. Ömər Muxtar 1931-ci il sentyabrın 15-də Sulukdakı əsir düşərgəsində qurulan məhkəmədə İtaliyanın bölgədəki hərbi komandanlığı tərəfindən mühakimə edilir. Ölüm kürsüsü və edam üçün bütün zəruri hazırlıqlar əvvəlcədən hazırlanır. Hökmün icrası izlənməsi üçün yerli insanlardan və siyasi məhbuslardan ibarət 20 min adam bölgəyə gətirilir. Muxtar sentyabrın 16-sında edam olunur. Səhra Aslanının mübarizə apardığı general Graziani Muxtarın ölümündən sonra gündəliyində bu qeydləri yazır. Antoni Quinn canlandırır. Ekran əsərində Muxtara aid edilən "Biz təslim olmağı bilməyən xalqıq, ya qazanırıq, ya da ölürük" sözləri uzun illərdir yaddaşlarda qalıb. Muxtarın bu sözləri Ərəb Baharı inqilabları zamanı keçirilən nümayişlərdə də istifadə olunub. 20 ildən çox İtaliya müstəmləkəçilərinə qarşı mübarizə aparan şəhidlərin müəllimi və mücahidlərin müəllimi ləqəbləri ilə tanınan Ömər Muxtarın şəhadət ildönümü Liviyada rəsmi qeyri-iş günüdür. Liviyalılar həmin günü şəhidlər günü adlandırırlar.